Bundan bir qədər qabaq Quranda ayənin birində sadəcə hərflərin qəribə bir şəkildə günəş sisteminə işarə edirmiş kimi spiralvari bir qrafikdə olduğundan bəhs eləmişdik. Başqa bir videoda da bu dəfə ayənin hərflərinin yox, digər bir ayənin içində keçən 9 cümlənin bir-biri ilə əlaqəsi məna baxımından eyni şəkildə spiral fiqur çəkirmiş kimi üst-üstə düşdüyündən danışdıq. İndi isə ayənin hərflərinə yox, hər hansı bir ayəyə də yox, birbaşa surənin birinə baxaq. Yusuf surəsi. Bu surəni oxusaq görəcəyik ki, demək olar Yusuf peyğəmbərin həyatından, qissəsindən danışılır. Bu qissəni təməl başlıq olaraq hissələrə birinci ilk başda Yusuf peyğəmbər atasına 11 ulduzun günəş və ayın ona səcdə etdiyindən bəhs edir. İkinci qardaşları Yusuf peyğəmbərə tələ qurar. Üçüncü Yusuf peyğəmbər Misrə aparılıb satılar. Misir kralının arvadı da Yusuf peyğəmbərə tələ qurar. Qadınlar və Misir kralının arvadı bu mövzuya səssiz qalar. Ardınca Yusuf peyğəmbər zindana girər, kral yuxu görər, sonra kralın yuxusu yozular. Yusuf peyğəmbər zindandan çıxar, qadınlar etdiklərini etiraf eləyərlər, Misir kralının arvadı da günahlarını etiraf eləyər. Yusuf peyğəmbər Misrə vəzir olar. Yusuf peyğəmbərin qardaşları xətalarını başa düşər. Ardınca Yusuf peyğəmbərin qardaşları xətalarını başa düşüb ona səcdə edir. İndi bu qissədə təməl hadisələrə baxanda görürük ki, bütün qissə qüsursuz formada bir-biri ilə əlaqəlidir. Məsələn, birinci Yusuf peyğəmbər yuxusunda 11 ulduzun ona səcdə etdiyini deyir. Qissənin axırında da 11 qardaşı ona səcdə edir. İkinci qardaşları tələ qurar. Qissənin sonunda da qardaşları xətalarını başa düşür. Yusuf peyğəmbər Misrə qul olaraq satılar. Qissənin sonunda da Misrə vəzir olar və bu ardıcıllıqla qissə qüsursuz şəkildə tamamlanar. Yeri gəlmişdən saydıqlarımız bu qissənin sadəcə bir hissəsidir. Biz bu işlərə o qədər hakim deyilik deyə bir kitabın içində bu qədər önəmli məsələlərdən həm bəhs eləmək, həm də bəhs eləyərkən belə bir qrafikdə sistem qurmağın nə qədər mümkünsüz olduğunu qavraya bilmirik. Məsələn, Raymond Ferrin Quranı oxuyanda bu sistemə şahid olur deyə İslam dinini qəbul edib müsəlman olur. Daha maraqlı tərəfi odur ki, Qurandakı bu sistemin eynisini yaşadığımız bu kainatda tez-tez görürük. Baxırsan ki, bir çiçək açır, ortasında mərkəz nöqtəsi və o mərkəz nöqtəsinin ətrafında dairələr. Başqa örnək, məsələn, qasırğa, burulğan, eyni sistem, ortasında təməl nöqtə, bu nöqtə ətrafında dönən dairələr. Hansısa gölə yağış damcısı düşür, eyni mərkəz nöqtəsi və ətrafında çıxan dairələri görürük. Gördüyümüz demək olar hər şeydə bu sistem var. Bitkilərdə, çiçəklərdə, atomlarda, həşəratlarda, barmaq izlərimizdə, qulaqlarımızda, gözümüzdə və bunun kimi minlərlə yaradılışda. Hətta bu mövzunu araşdıranda qarşıma bir səhifə çıxdı. Səhifədə hər şeyin spiral formada olduğunu göstərən videolar paylaşılırdı və əgər bir yaradıcı varsa, o bizə bu formada işarə eləyir fikrini müdafiə edirdilər. Ardınca rəylərə baxanda isə çaşıb qaldım. Rəylərdə müsəlmanlar hamısı bir əldən Kəbənin şəklini atmışdılar və bu rəylərdə bunu görən qeyri-müsəlmanlar belə təəccübünü gizlədə bilmirdi. Bu rəyləri görəndən sonra fikir verdim ki, sanki həqiqətən də hər şeyi müsəlmanların qibləsi, mərkəz nöqtəsi olan Kəbəyə və onun ətrafında dairə-dairə saf tutan müsəlmanlara işarə edir. Hətta düşünün ki, müsəlmanlar Kəbəni təvaf eləyəndə üstdən bu görüntüyə baxırıq. Bir anda kamera uzaqlaşır və həmin görüntünün eynisini yaşadığımız Samanyolu qalaktikasında görəcəyik. Yəni qısaca Muhammed peyğəmbərə sallallahu əleyhi və səlləmə Quranı kim vəhy edibsə, Quranın da, Kəbənin də, həmçinin bütün bu kainatın da sahibi odur. Çünki hər biri eyni sistem üzrə qurulur. Bununla da Allahın ən adi bir zərrədə belə bizə işarələr, dəlillər qoyduğunu görmüş oluruq.